Mama, Acı. canına qurban. Bax, səncə kişi kimi seçməlidir? Anasını, bacısını, yoxsa yoldaşını arada qalanda? Həyat yoldaşına. Niyə? Ona görə həyat yoldaşı onun həyat yoldaşıdır. Niyə deyir həyat yoldaşı? Ha. Yəni həyatın boyu sənə o yoldaşdır. O yoldaşdır. Ananın öz yeri, bacının öz yeri. Həyat yoldaşına tam başqa bir yeri var. Yeri var. Ona görə də üçün arasında qalanda həyat yoldaşını dinləməlidir. Həyat yoldaşından da sözünü eşidib ondan bir yerdə olmalıdır. Ondan biri də olmalıdır. Bəli. Ay sağ ol. Da yoxsa anam belə dedi, bacım belə dedi. Yox. Olmaz. Olmaz. Olmaz, hə. Onların sözünü, söhbətini ailəyə gətirib oraya qatmaq lazımdır. Çünki ailə bir dövlətdir. Ailə bir dövlətdir. Ona görə də Oraya heç kim qarışmamalı. qarışmamalı. Dövlətin başçısı sənsən, oranın da sakini həyat yoldaşındır. Ömür boyu əl-ələ, xoşbəxt. Ananı da başa salsan, bacını da başa salsan, amma həyat yoldaşını heç vaxt onların ayağına vermə. Çox sağ ol. Allah sənin canını sağ eləsin. Allah sənin kimi qaynanaların sayını çəksin. Amin.